Укажите верные утверждения. Doğru olan ifadəni seçin. Dediyimiz kimi mətnimizdə Seyşel arxipelagında yerləşən, 230 kilometrliyində yerləşən Deroş adası haqqında və bu adada insanların təbiətlə necə iç-içə yaşaması haqqında və orada insanların necə istirahət etdiyi və buradakı təbiət haqqında, qeyri-adi, nadir heyvanların yaşadığı haqqında, həmçinin bu heyvanları orada qoruyan mütəxəssislərin olduğu haqqında ətraflı məlumat verilir və bu adada elektrik günəş panellərinin köməyi ilə əldə olunur. Adada su olmadığı üçün suyu okeandan alıb onu təmizləyirlər və mətnə uyğun olaraq doğru olan variantımız воду опресняют из океана, потому что пресных источников на острове нет. Çünki adada şirin su hövzələri yoxdur. Adada şirin su hövzələri olmadığı üçün suyu okeandan alıb onu təmizləyirlər və mətndən irəli gələrək на Коралловом острове отсутствуют пресные источники variantını seçirik.